Okey, yəni əslində alqoritm sadə riyazi hesablamalarla işləyir və Necə ki, bax, sadə riyazi hesablama nə deyirik? məsələn yazılıb ki, amma baryerlər var da, yəni ki, qoruma şəklində. Alqoritm sadəcə tutalım deyir ki, siz gün ərzində tutalım bilinməyən alqoritmlərdən gün ərzində 20 story paylaşa bilərsiniz məsələn. Siz 21-ci story-ni paylaşanda sizin səhifə düşür spama. Yəni bir növ sistem özünü qorumağa çalışır ki, siz bunu davamlı etməyəsiniz. Çünki sistem elə bilir ki, yəni siz üzr istəyirəm bot kimisiniz. Yəni bir robot onu edir. Yəni insan axı düşünür, amma robot düşünmür. O onu elə qəbul edir, çünki onu da yazan bir insandır. Yəni insan yazıb ki, orada məsələn də adi riyazi hesablama necədir? Məsələn 0 kiçikdir, bərabərdir 1-dən. Yəni 1-ə də bərabər olsun, həm kiçik olsun. Burada prinsip eynidir. Yəni yazdığı rəylər tutalım S hərfi qoyur. S hərfi 20-dən böyükdür bərabər. Yəni 20-nin olsun, 21 onda artıq həmin adam story paylaşa bilməsin.